Eldar Tofiqoğlu Quliyev 1941-ci il yanvar ayının 18-də Bakıda anadan olmuşdu. 1960-cı, 1966-cı illərdə Moskvada Ümumüttifaq Dövlət Kinematografiya İnstitutunun rejissorluq fakültəsində Sergey Gerasimovdan sənətkar dərsi almışdı. İlk ekran əsəri 1967-ci ildə Azərbaycan Film Kinostudiyasında lentə alınan "Biri vardı, biri yoxdu" adlı ilk qısa metrajlı film olmuşdu. 1969-cu ildə ilk böyük ekran əsəri olan Bir Cənub şəhərində filmi ilə özünü təsdiqləmiş və bu filmdə Azərbaycan kinosunda yeni bir mərhələnin təməli qoyulmuşdu. Bu film dünya ekranlarına çıxandan bir müddət sonra 3 Azərbaycan filmi ilə birgə UNESCO-nın kino şedevri adlandırılmışdı. Ölkəmizdə tarixi filmlərin yaradıcısı kimi də tanınmış kinorejissorun Səmt Küləyi, Sevinç Buxtası, Babək, Nizami və Təxribat filmləri ekranlarımızda bugün də uğurla nümayiş edilir. Babək filmi 60-a yaxın ölkə tərəfindən satın alınmışdı. Faşizm üzərində böyük qələbənin 60 illiyinə həsr edilmiş xüsusi layihə üzrə Bakının və Bakılıların bu qələbəyə verdiyi töhfələrdən bəhs edən Unudulmuş Qəhrəman adlı publisistik film, Abşeron ritmləri film kasetinin, Səməd Vurğun Dostuma Məktub sənədli filmləri, 2006-cı ildə ümummilli lider Heydər Əliyev Dünyaya Pəncərə filmlərinin rejissoru olmuşdu. Onun ssenarisi əsasında Bizim Nəsibə xanım və Özüm və Zaman haqqında, Şəhidlik Zirvəsi sənədli filmləri lentə alınmışdır. İstanbul Reysi və bir çox filmin həm də ssenari müəllifi olmuşdu. Cibüt studiyasının bədii rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino kafedrasının professoru idi. Eldar Quliyev 1976-cı ildə Azərbaycanın əməkdar incəsənət xadimi, 1982-ci ildə xalq artisti, 1978-ci ildə Azərbaycan Dövlət mükafatı laureatı olmuşdu. 2011-ci ildə Şöhrət və Şərəf ordenləri, 2016-cı ildə Azərbaycan mədəniyyətinin tədrisi və təbliğində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilmişdir. Həmin ildə 75 illik yubileyi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Kinematografiyaçılar İttifaqının Milli Kino mükafatına layiq görülmüşdü.